belə də məcazi mənada belə tam bədii dildə desək, o qələmi əlinə götürüb bu ölkənin jurnalisti adını daşıyan, amma bu ölkənin mədəniyyətinə xidmət göstərən insanları işıqlandırmayan kim varsa o qələm haqqı var, onlara qənim olacaq yəni. O qələmin haqqı var, o haqqı vermək lazımdır. Biri xaricdən gələndə 2 avtobus adam tökülüşürlər. Səhər saat 5-də aeroportda. O adam hələ evindən çıxmayıb, orada hamamında yaxalanır. Bunlar burada hava limanında. Olsun yəni, o da lazımdır. Amma özümüzün də gördüyümüz böyük işləri işıqlandırmaq lazımdır. Bu həqiqətən balaca bir işdir. İnanın Allaha ki, Heydər Əliyev sarayında ölkənin əsas səhnəsində konsert verən sənətçilər bilirlər o yükün ağırlığını. Gözəl bir söz dedi. O yaxşı gündə yanında olmaq lazımdır. Bir şey olmamış o hazır videolar saxlayıblar telefonlarında. O böyük dəyəridir, o böyük dəyəridir. Allah sizin bəlanızı versin. Əsəbləşdim.